Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti Rza Əfqanlı. Rza Rüstəmoğlu Cəfərzadə 1899-cu il mayın 15-də İran Azərbaycanının Sərab şəhərində doğulub. 2 yaşında olarkən atası Rüstəm kişi vəfat edib. Rza 9 yaşından varlıların qapılarında nökərçilik etməyə, quzu otarmağa məcbur olub. Ailəsini dolandırmaq məqsədi ilə 1912-ci ilin yazında Bakıya gəlib. 1916-cı ildə Pyatigorska gedib və orada çəkməsi şagirdi işləyib. 2 il sonra Rus ordusunda könüllü xidmət edib. 1920-ci ildə Bakıya dönən Rza Əfqanlı əvvəl Sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq edib və tezliklə akademik teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başlayıb. 1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülüb və paralel olaraq 1926-cı ildə Bakı Teatr məktəbini bitirib. 1929-cu ildə rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. 1933-34-cü il teatr mövsümündə Türkmənistan Respublikasının paytaxtı Aşqabaddakı Az Millətlər Teatrında baş rejissor olub. 35-ci ilin əvvəllərində yenə Milli Dram Teatrının kollektivinə qayıdıb. Rza Əfqanlının da yaradıcılığında kino rolları ayrıca mərhələdir. O 1963-cü ildə teatrdan haqsız olaraq uzaqlaşdırılıb, uzun illər işsiz qalıb. Rza Əfqanlı bir müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq edib. Rza Əfqanlı 9 noyabr 1973-cü ildə Bakıda vəfat edib. Allah rəhmət eləsin.